Herkese hello dostlar. Bugünləri Temu alışverişlərimi açırıq. Belə açmaq videosu. İlk olaraq belə şeydən başlamaq istəyirəm. Pandalı. Bu bilirsiniz nədir? Bəziləriniz ola bilər. Belə diş pastasının axıra qədər işlətməsi üçün bunu bu dəşiyə salırsınız. Belə bunu dartdıqca orada içindən çıxır. Beləliklə qənaət olur. Sonra belə şeylər. Bunu indirəcəm, açım. Açmaq olmur. Aça bilmirəm. Dostlar, mən bunu açıb gəldim. Dostlar, açdım. Bunlar velosipetin o tutacaqlarının qırağına taxmaq üçündür. Belə lentlər. Bunlar da çox qəşəngdir. İndi bu belə balaca vərəqlərdir. Şəkil çəkirsiniz bunu sinəflamasıyla. Sonra onu yaşayırsınız. Sonra isə bir dənə şeyi 2 dənə paketə qoyuruq. Sonra isə onu yaşayırsınız. Onlar isə qabarır. Belə. Buradan da harasa belə bir yok kimi şey ya da ip asıp yapıştırıp harasa asabilirsiniz. Belədir. Belə əlinizə alanda incə karton kimi gələcək. İndi onun üçün bu flomasterlərimi gətirmişəm. Şimdi bir dənə ürək çəkəcəm də tez olsun. İçində renkli. Çəkdim. İndi isə bunu yaşayacaq. Bununla eləmək lazımdır. Şimdi. Yavaş yavaş olur qabarmaq. Oha. Çok yumuşak. Oha. Bu kadar hündürlüğü qabardı. Şimdi size göstereceğim hündürlüğünü. Şok olacaksınız. Bu hündürlüğü qabardı. Arkasına belə keçdi. Özü çox yumuşaqdır. Belə süngər kimi oldu. Bununla mən səhər axşam belə oynayaram. Yəni oynaya bilərəm. Harasa da asa bilərik bunu. Yaxşı elə çox sakazaymışam. Hə. Ən qəşəngini, ən böyüyünü axıra saxlayacağam. Belə rezinlər. Bunlar mənə əvvəl çox gəlmişdi, amma açanda az gördüm. Bilmirəm nə elədim. Renklerine göre çok qəşəngdir bunlar. Biraz çok yumuşaqdır. Buna baxın. Toka akımını yoxlayaq bunlarla. Yaptım. Şimdi pakete geri qoyaq. Bunu bilmirəm gösterdim yoxsa yox. Bu şeydir. Belə velosipetin təkərinə belə qoyursunuz. Velosipet sürdükcə onlar da aşağı yuxarı gedirlər. Belə ulduzlar. Bu arada bunu bilmirəm nəticədən zaten bilmirəm. Sonra da belə rezinlər. Bunlar çoxdur. Bunun renkləri biraz ayrı cürdür. Belə bu açıqdır, bu turuncu. Bunu açmayacağım. Axırda ən böyüyü. Bunlar təkcə bir ayaqqabı deyil. Bunlar həm ayaqqabı olur, həm təkərli ayaqqabı. Şimdi mən sizə bir dənəsini göstərəcəm. Baxın, belə ayaqqabı. Aşağısı belə. Bunları da ayrı göndəriblər. Təkərlərini və aşağısı boş qalmasın deyə başqa bir şey. Bunu taxanda
baxın dostlar, o qara şeyi taxanda burası boş qalmır da. Baxın, həm burası bir dənə şeydir. Burada ama 2 dənədir. Çünki bir dənə şeydən oradan dartırıb çıxır. Onun üçün indi sizə əvvəl belə şey də göndəriblər ki, çıxardıb yapsın. Mən əvvəl təkərlərdə belədir. Əvvəl bu ikisini taxacağam. Məktəbə bununla getməyi bilmirəm, mümkündür yoxsa yox. Çətin deyə taxmaq. Taxmağa çalışıram. Eyb yox. Dostlar, baxın, bir dənəsini taxdım da, qara şeyin belə olur. Bu da belə çıxartmaq üçün da, belə çıxır. Dostlar, bir dənə deyəm. Dostlar, mən şey deməyəcəm. Dostlar, bir dənəsi taxılırdı da, öbürsü o qədər də lazımdır. Bir dəqiqə, biraz da yoxlayım. Dostlar, ikisini də taxdım, çətində olsa. Mən içindəki şeyi niyə çıxartmamışam? Dostlar, bunu çıxartmamışam. Dostlar, ikisini də taxdım, sonra yanında belə şey göndəriblər ki, burada bir dənə yer boşdur, bunu burası salırsınız, belə yersiz çıxır. Belə. İndi isə təkər taxacağım, təkərlərimi. Dostlar, taxdım. Belə. İndi digərinə də taxacağım. Sonra isə ayağıma geyinib yoxlayacağım. Belə. İndi isə dostlar sürəcəm. Belə geyindim. İndi isə belə çox sürüşkəndir. Hər an yıxıla bilərəm. Yəni, həyatda olsaydım böyle ehtimala bir dəfə də olsa məncə yıxılardım. Belədir. O yıxılır. Hətta az qalsın yıxılacaqdım. Bir də dostlar, ayaqqabının kilidi belə fırlanır. Yəni dostlar, mən bunu çox sevdim. Ona görə bir də ağacı çəkdim. İndi yenə. İndi bu dəfə ağacın yarpaqlarını eləyəcəm.
Dostlar, elədim. Çox qəşəng oldu. Belə deyəndə, belə siz elə bilməyin ki, ancaq özü qalxıb, içi bomboşdur. Belə normal süngərə əl vuranda necədirsə, bu da hələdir. Bu da belə oldu. Çox qəşəng. İndi başqa şey deyəcəm. Dostlar, bir də belə bir şey elədim. Dostlar, bir də belə bir şey elədim. Bu da belə. Ya bir gündə 3 dənə şəkil elədim. Çox qəşəng oldu hamısı. Üçü bir yerdə boyu belə olur da məsələn. Üçünü bir yerdə qoyanda bu boyda şey olur. Şimdi bunları açaq bir dənə. Şuraya baxaq. Necə skoçlayıblar. Bunu çox skoçlayıblar. Digərlərini hələ eləməyiblər. Çox qəşəng. Elə. Mən bir daha bunu yoxlamaq istəyirəm. Hə, dostlar, şimdi mənimki budur. Belə taxdım. Dostlar, bir dəqiqə. Şimdi dostlar, bunu götürdüm. Altına saklıska koyayım ki burası burada da eləmək olmaz, ama mən eləyirəm. Koydum. İşlədi. Bu kadar çıktı. Bir de size göstererek geleceğim. Böyle. Ama burada ne kadar şey kaldı ya. Ve kalanını hemen eləyəcəm. Neyse. Böyle biraz işlədebilirik hərdən. Əllərim şirə oldu. Dostlar, indi bundan öncədir. Bunun buraları da şirə oldu. Çok qəşəng. Bu güya evdə, ama markerimin rengi biraz pis idi. Ona göre özdə pis oldu. Ama indi bəlkə başka renk eyebilirim. Şimdi üstünden eleme olur başka. Böyle kırmızı renk eledim. Bence bugün hiç neyimi tapabilirim. Tapdım. İndi. Bu da belə oldu. Dostlar, bugünkü videomuzun da axırına gəldik. Hələlik sağ olun. Sağ olun.